sizi qorxudacaq, amma qorxmayın deyəcəyim bir xəbər gəlir. Pensiya yaşı artırılacaqmı? Bax, belə sualla başlayan bir xəbər var idi. Sosial şəbəkələrdə orta ömür uzunluğunun artmasının, gələcəkdə pensiya yaşının artmasına səbəb olacağı ilə bağlı iddialar yayılıb. Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə Əlaqələr Şöbəsindən bildirilib ki, pensiya yaşının artırılması ilə bağlı hazırda hər hansı təklifi müzakirə olunmur. Xatırladaq ki, ötən gün Maliyyə Nazirliyi tərəfindən hazırlanan 2026-2029-cu illəri əhatə edən orta müddətli xərclər çərçivəsində qeyd edilib ki, 2024-cü ildə Azərbaycanda orta ömür uzunluğu 74,6 il təşkil etmiş və mövcud artım tendensiyasının davam edəcəyi halda BMT-nin proqramlarına əsasən 2050-ci ildə 78,6 il olacağı gözlənilir. Yəni, gələcəkdə o tərəfə üzü o yana gedirik, pensiya yaşının artmasına doğru, azalmasını gözləməyin. Amma bizdə hələ ki elə bir söhbət yoxdur. Hələ ki yoxdur. Amma bulaq başında danışılırsa, mən qorxuram, sizi bilmirəm. Nə desəz çıxar. Şəxs yalnız zərurət anında onunla əlaqə saxlanılması və ya hər